Tural bəy, son zamanlar imtahanlardan müəllimlərin kəsilmə faizləri qeyd olunur və bildirilir ki, bəzi müəllimlər savadsızdır. Həqiqətən də bu belədirmi? Müəllimlər savadsız və biliksizdirmi, yoxsa burada başqa hansı nüanslar var? Gəlin bu savadsız ifadəsi ilə müəllim adını bir yerdə ifadə etməyək. Məncə, belə deyək, müəllimlərin akademik nəticələri sertifikasiya imtahanında qoyulan minimum tələbi yerinə yetirmir. Belə bir statistika var. Bu statistikada həqiqətdir. Həqiqətən də sertifikasiya imtahanından keçən müəllimlərin təxminən 30% minimum keçid balını keçə bilmir. Burada da belə bir sual çıxır ki, həqiqətən də müəllimlər çox akademik nəticələri çox aşağıdır, ixtisaslarını bilmir və bu müəllimlər neçə ildir uşaqlara dərs keçir. Burada baxmaq lazımdır. İlk baxışdan belə görsənir ki, bəli, burada ciddi problem var, amma məntiqlə yanaşsaq, doğrudanmı 11 il məktəbdə oxuyan müəllim bir fənni oxuyur, 4 il universitetdə oxuyur və 10 ildə o dərsi keçir? Həqiqətənmi orada qeyd edilən primitiv səhvləri müəllim edir? Bu həqiqətdirmi? Və bunu eləyən müəllim istisna deyil də, 3-5 nəfər deyil və çox sayda olan müəllimlərdir. Ən sadə hesablamaları belə edə bilməyən müəllimlərin olduğu vurğulanır və qeyd edilir. Bu həqiqətdirmi? Bunun səbəbi nədir və həqiqətənmi müəllimlər akademik nəticələri bu qədər aşağıdır? Mən ümumiyyətlə subyektiv fikrim ondan ibarətdir ki, məncə müəllimlərin akademik nəticələri aşağı olan müəllimlər ola bilər. Amma məncə bunun sayı 30% olmağının həm subyektiv, həm obyektiv səbəbi var. Niyə görə 30% müəllimlər imtahandan aşağı olur? Birincisi, mən özüm kənd məktəbində müəllim işləmişəm. Əmək fəaliyyətimə Dağ kəndində müəllim kimi başlamışam. Mən çalışdığım məktəbdə qışda məktəbi odun peçi ilə qızdırırdıq. Təhsil şöbəsinin şöbəsi bizə odun göndərirdi məktəbə. Və bu məktəbdəki müəllim, hansısa 55-60 yaşlı və yaxud da 50 yaşlı bir xanım və yaxud da bəy olan bir müəllim sertifikasiya imtahan prosesində həyatda bəlkə də ilk dəfə ki, qarşısında kompüter var, ilk dəfə mişqaya toxunur. Bu müəllimin burada texniki səhvlər eləmək ehtimalı çox böyükdür. Çünki o məktəbdə ümumiyyətlə internetin varlığı, hansısa bir kompüter laboratoriyasının varlığı ümumiyyətlə sual altındadır ki, var yoxsa yox. Təəssüflər olsun ki, ucqar bölgələrimizdə bu tip məktəblər var, hətta elə kəndlər var ki, ümumiyyətlə internet yoxdur və s. Yəni bu mənada texniki, akademik nəticələrin aşağı olmasının texniki səbəbləri ola bilər. Müəllimlərin İKT bacarığı ilə bağlı problem ola bilər. Mən bir dəfə bildirdim ki, bu yəqin ki, İKT bacarığı ilə bağlıdır. Mənə bildirdilər ki, OK-də müəllim İKT bacarığı olmalıdır. Amma mən dedim ki, mən kənd məktəbində işləmişəm, Dağ kəndində işləmişəm və orada əgər bir məktəbdə istilik odun peçi ilə təmin olunursa və təhsil şöbəsi ora odun göndərirsə məktəbin isinməyi üçün, orada o müəllimi günahlandırmaq olmaz ki, o məktəbdəki müəllim niyə İKT bilgiləri zəifdir? Çünki o məktəbdə heç, məsələn, çalışdığım məktəbdə heç kompüter laboratoriyası da yox idi. İndi o müəllim İKT ilə bağlı texniki bilikləri zəif ola bilər. O kənddə ümumiyyətlə bəlkə də 50 ev var idisə, heç birində kompüter yox idi. Yəni bu mənada bu texniki biliklər təsir edə bilər nəticələrə, amma bundan başqa səbəb də var ki, müəllimlərin akademik səviyyələri imtahanda aşağı olur. Ümumiyyətlə Azərbaycanda müəllimlərimiz adətən bölgü belə olur. Bir məktəbdə haradasa təxminən 5 riyaziyyat müəllimi var. Bu 5 riyaziyyat müəllimin, şərti olaraq deyək, 5 riyaziyyat müəllimi var. Bu müəllimlərin dərs bölgüsü necə keçirilir? Bir müəllim hər il 5-ci, 6-cı sinifə dərs keçir. Başqa bir müəllim 7-8-ə keçir. Başqa müəllim 9-10-a keçir. Və ümumiyyətlə beynəlxalq praktikada da var ki, məsələn, bizdə ibtidai sinif müəllimi 1-ci sinifdən 4-cü sinifə qədər uşaqları aparır, amma beynəlxalq praktikada var ki, 1-ci sinif müəllimi hər il 1-ci sinifə dərs keçir. Orada məqsəd odur ki, həm o uşaqlarla işləmə bacarığı yaranır yaş qrupuna görə, həm də o mövzunu daha professionallaşdırır. Yəni, bunun özündə də hardasa bir məntiq var.
Məsələn, mən özüm müəllim kimi uzun müddət tarix dərsində tədris eləmişəm və 5-ci, 6-cı sinifləri hər il keçmişəm. Çünki direktor müavini kimi, rəhbər işçi kimi dərs saatımız az oldu. Mən də aşağı yaş qrupunu götürürdüm. Məsələn, 10 ildir mən tarix dərsini tədris eləmirəm. 5-ci, 6-cı siniflərə yalnız dərs keçirirəm. Belə məktəbdə bu müəllimlər çoxdur. Bu müəllimləri də ümumi imtahan prosesi olanda sual düşür 6-cı sinifdən düz 11-ci sinifə qədər bütün siniflərdən sual düşür. Bu müəllim də 5 ildir, 10 ildir eyni sinifə dərs edir, eyni sinifə tədris edir. Belə olan təqdirdə o müəllim akademik nəticələri aşağı olmalıdır və bu başqa cür ola bilməz. Burada çıxış yolu odur ki, müəllimlərin inkişaf layihəsi ilk öncə müəyyənləşdirilməli idi və müəllimlərimiz 5 il ərzində tələb qoyulmalıdır ki, kimsə 6-cı sinifdən, coğrafiya müəllimi 6-cı sinifdən dərsi götürsə, 11-ci sinifə qədər o sinifə aparmalıdır. 5 il ərzində bu axışdan sonra, bu 5 illik fəaliyyətdən sonra müəllimlərin imtahan edilərək sertifikasiya imtahanına cəlb olunsaydı, düşünürəm ki, 30% yox, maksimum 3-5% müəllim sertifikasiya imtahanından kəsilə bilərdi. Çünki həqiqətən bu müəllim bunu məktəbdə oxuyubdur. Biz bilirik ki, dim imtahanları demək olar ki, tam şəffaf keçirilir. Orada hər hansı bir, belə deyim, deyə bilmərik ki, hansısa müəllim 400 bal toplayıb pedaqoji universitetə qəbul olub, amma o təsadüfən 400 bal toplayıb, elə deyil. Bütün müəllimlər biliyi ilə, savadı ilə özünü sübut edərək o məqama və o yerə gəlib çatıbdır. Eyni zamanda universitetdə 4 il ərzində o fəndən tədris alıbdır, uzun müddətdə tədris edibdir. Yəni, bu müəllimin akademik nəticələrinin aşağı olmasının 2 səbəbi var. Texniki bilgilərinin zəif olması, bunun da obyektiv səbəbi var. İkincisi, onun illər ərzində eyni siniflərə dərs keçməyinin nəticəsidir.